Bugün günorta saatlarında başlayan güclü külək Ağdaş və Göyçayda ciddi fəsadlara səbəb olub. Göyçay və Ağdaş şəhərlərində, eləcə də kəndlərdə elektrik enerjisi kəsilib. Külək rayonlarda 20-yə yaxın ağacı, elektrik, gecə işıqlandırma və rabitə dirəklərini aşırıb. Hər iki rayon ərazisində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub. Ağaclar tövlələrin, yardımcı tikililərin və sahibkarlıq obyektlərinin üzərinə düşüb. Külək bəzi tikililərin üzərindəki dam örtüyünü qoparıb. Meyvə bağlarına, tərəvəz və taxıl sahələrinə ciddi ziyan dəyib. Külək sellafan pomidor və xiyar istixanalarını da məhv edib. Belə əkinib parnikin qulyonkanı cırdı apardı. Deyənə, sevdiyiniz kimi. Qulyonkanı cırıqladı apardı. Güclü külək var idi, dəhşət. İndi də hələ ziyanlıq dəyib, bir burada deyil, o bir strəsə elədi. Bütün qulyonkaları cırdı apardı hamısını. Bakı-Şamaxı Yevlax avtomobil yolunun Ağdaşın Xosurov kəndi ərazisindən keçən hissəsində iri gövdəli çınar ağacı aşıb. Aşan ağac yolun hər iki hərəkət istiqamətini tutduğu üçün nəqliyyatın hərəkətini çətinləşdirib. Yolun iki tərəfi də bağlıdır. Nə gediş var, nə gəliş. Bax, qalmışım ben yolun ortasında, mən bir 20 dəqiqə buradayım, yoldayım. Yolun ortasına oturup indi bir təşkilatı gözləyirəm ki, gəlsin bu ağaçları götürsünlər. Bağlı qalan yolun açılması üçün ərazidə təcili olaraq tədbirlər görülməyə başlanılıb. Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri yerlərdə vətəndaşlarla görüşüb. Külək Gəncədə də bir sıra fəsadlar törədib. Şəhərin Atatürk və Dədə Qorqud prospektlərində yerləşən 2 çox mərtəbəli binanın və Adil Ziyadxanov küçəsində yerləşən 5 mərtəbəli binanın da damı örtüyü uçub. Bəzi küçə və prospektlərdə yolun kənarına quraşdırılmış avtobus dayanacaqları aşıb. Şəhərin Mahrasa bağı yaşayış massivində hündür ağac yaxınlıqdakı fərdi yaşayış evinin üzərinə aşaraq dam örtüyünə ziyan vurub. Aidiyyatı qurumların əməkdaşlarının müdaxiləsi ilə aşan ağac götürülüb. Küləyin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.